Paytaxtın Yasamal rayonu Mirzə Ağayev küçəsində yolun kənarında axşam saatlarında qadın meyidi aşkarlanıb. Şahidlərin dediyinə görə 50-60 yaşlarında olan həmin qadın yol hərəkəti olarkən qəfil yerə yıxılıb və sonra dünyasını dəyişib. 6-ya qalmışdı. Divardan tutot da gəlirdi. Mən fikirləşdim bəlkə içkilidir də, ola bilər. 56 yaşı var, amma biraz yaşlı görünürdü. Mənə belə gəldi. Vəsiqəsində 69 təvəllüddür dedilər. Yıxıldı, güc bəlanla qaldırdılar, apardı, qoydular ora. Qulamgil kömək etdi. Mənim gücüm çatmadı. Başqa bir oğlan gəldi kömək eləsin. Dedim, adres deyə, heç olmasa skoru çağırım. İçmisən, əli ilə irəlini göstərdi. Mən də qaçdım, orada adam var da, ona çağırdım ki, bəs kömək eləyin, qaldıraq, 30 da heç olmasa. Gəldi və salam qoyduq ora, mən tələsirdim, skoru çağırdılar, sağ olsunlar. Çıxdım, getdim, qaydanda gördüm ki, keçinib də. Mən fikirləşdim, təcili yardım gələr, heç olmasa ilkin tibbi yardım göstərər.